Rinoplastika əməliyyatı ilə bağlı səhifəmizdə ən çox ünvanlanan suallardan birisi də məhz burun dəlikləridir. Burun dəlikləri ilə bağlı insanlar həddindən artıq çox narahatdır və əksəriyyəti burun dəliklərinin fərqli görüntülərində birisinin yuxarı, birisinin aşağı olmasında günahlandırdıqları ilk insan həkimlərdir. Bəs həqiqət necədir? Bunun üçün mütləq ekrana yaxın əyləşin, videonu elə indidən bəyənib, rinoplastika estetik burun əməliyyatı olan rəfiqən, dostunla paylaşmağı unutma. Əgər paylaşdınsa başlayaq. Burun dəliklərinə, burun qanadlarına, yanlarına, yəni bu hissələrdə müdaxilə olub olmamasını rinoplastika əməliyyatının açıq və yaxud da qapalı əməliyyat olması ilə heç bir əlaqəsi yoxdur. Burun dəliklərini yığmağın iki yolu var. Birincisi, burun uc hissəsinə daxili yığımı üsulu ilə müdaxilə, ikincisi isə yanlardan, yəni burun dəliklərini, qanadlarını kəsərək müdaxilə. Mən qapalı əməliyyat istəmirəm, burun dəliklərimə yanlarda müdaxilə olunsun. Bu tamamilə yanlış bir yanaşmadır. Həm qapalı əməliyyatda daxildən yığma mümkündür, həm də açıq əməliyyatlar. Əməliyyat olundu, burun dəliklərimdə müəyyən fərqli görüntülər var. Bunlar keçəcəkmi, qalıcıdırmı? Videonu mütləq save edin ki, gələcəkdə axtardıqda rahat tapa biləsiniz. Əməliyyatın ilk 1-2-ci ayında burun dəliklərdə sağ-sol fərqliliklər olması normaldır. Əməliyyatdan sonra burun ödemlənir. Yəni burunda dəraltı şişkinliklər olur. Bir gün sağ tərəfdə daha çox ola bilər, bir gün sol tərəfdə ola bilər. Ödem, dəraltı şişkinliklər azaldıqca burun dəlikləri daha da yığcamlaşır, daha da estetik, daha da gözəl bir forma alır. Rəylərdə görürük. Həkimlər öz bacarıqsızlıqlarını gizlətmək üçün yalandan deyirlər ki, üz asimetriyası var. Bu belə deyil. Bunu belə deyim, Amerikadakı alim də deyir, Türkiyədəki həkimlər, professorlar da deyir, həmçinin Azərbaycandakı həkimlər. Yəni üz asimetriyası deyilən şey var, reallıqdır və bu bir həkim yalanı deyil. Amması nədir? Amması odur ki, həkimlər ilkin müayinə zamanı bu barədə pasiyentlərə məlumat verməlidir. Əgər əməliyyatdan əvvəl sağ qanad yuxarıdadırsa, sol qanad aşağıdadırsa, belə bir əyrilik varsa, əməliyyatdan sonra aradan qaldırmaq da mümkündür bəzən kəskin hallarda onu tam aradan qaldırmaq olmur və bu fərqliliklər, sağ-sol fərqliliklər qala bilir. Və ikinci məsələ deyirlər ki, həkim qanadımın birisini yuxarıda tikib, birisini aşağıda tikib. Bu şeyləri nəzərə alın ki, əməliyyatdan sonra burun qanadı hansı hissədən kəsilibsə, həmin hissədə yəni bərpa olunmalıdır. Yəni gəlib əgər həkim qanadı buradan kəsib başqa bir yerdən tiksə, orada çapıq kimi bir iz qalacaq. Həkim üzdə olan asimetrik duruma görə burnu əyə bilməz. Anlayışı olmayan insanlar yazırlar, həkimlərin bəhanələrdə həkim öz səhvlərini ört-basdır eləmək üçün bunu bəhanə edirlər, yalanlardır və s. Xeyr. Bunu əgər Azərbaycanlı həkimlərin belə yalan dediyini düşünürsə, girib internetdə axtara bilərsiniz. Bütün dünya həkimləri bu barədə deyir.